Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Qarabağ Suvarma Kanalı İstismarı İdarəsi Qarabağ Suvarma Kanalı vasitəsilə axıdılan suyu təsərrüfatlara çatdırır və kanalın texniki vəziyyətinin sağ saxlanmasına nəzarət edir. Kanal mənbəyini Mingəçevir su anbarından götürür. Yevlax, Mingəçevir, Goranboy, Tərtər, Bərdə, Ağcabədi, Beyləqan, Ağdam, İmişli və Kəlbəcər rayonlarının 113.700 hektar suvarılan torpaqlarını bol suvarma suyu ilə təmin edir. Yay aylarında Araz çayında su çatışmazlığı yarandıqda sözü gedən kanal vasitəsilə Bəhrəmtəpə hidroqovşağına su verilir. Bununla da İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Cəlilabad rayonlarının təsərrüfatları su çatışmazlığından xilas olunur. Kanal 172,4 kilometr uzunluğunda torpaq məcralı kanaldır. Üzərində 12 ədəd səviyyə qaldırıcı qurğu, 45 ədəd paylayıcı qurğu, 1 ədəd akvedük, 3 ədəd dükker və 3,3 kilometr uzunluğunda beton örtüklü cəldaxıdan və 1 ədəd su düşürən var. Qarabağ Suvarma kanalından qəza hadisələrinin qarşısını almaq məqsədi ilə çaylarla kəsişən hissələrdə 4 yerdə su tullayıcı qəza qapıları, kanal üzərində 33 körpü və kanal altından keçən 23 ədəd sel ötürücü qurğu mövcuddur. 2024-cü il ərzində mənbədən Qarabağ kanal vasitəsilə 2 milyard 263 milyon kubmetr su götürülmüşdür. Götürülən sulardan 1 milyard 652 milyon kubmetri faktiki olaraq rayonlara verilmişdir. Eyni zamanda il ərzində fasiləsiz olaraq istilik elektrik stansiyasına saniyədə 50-60 kubmetr vasitəsilə su ilə təmin edilmişdir. Hal-hazırda rayonların su tələbatına uyğun olaraq Qarabağ kanalda su sərfi 70 kubmetrdir və 70 kubmetr sudan 23 kubmetr saniyədə suyu Bəhrəmtəpə hidroqovşağına çatdırılır. Qarabağ Suvarma kanalında bənd bərkitmə işləri, lildən təmizləmə, kollektor drenaj şəbəkəsinin lildən təmizlənməsi işləri, hidrotexniki qurğularda təmir, kanalın susevən bitki örtüyündən təmizlənməsi, mülki və istehsalat binalarının cari təmiri, əl ilə lildən təmizləmə işləri görülüb. Kanalın Ağcabədi rayon ərazisindən keçən hissəsində cəldaxıdan qurğunun əsaslı təmir işləri yerinə yetirilib. Deməli, burada hal-hazırda gördüyümüz iş Cəldaxıdan qurğunun Qarabağ kanalının sağ sahilində bənd bərkitmə işinə məşğul olub. Sol sahildə döngə hissəsində lildən təmizləmə işləri aparılmış, bənd bərkitmə işləri yekunlaşmaq üzrədir. Bildirmək istəyirəm ki, Qarabağ Suvarma kanalının istismar tədbirlər planına uyğun olaraq 2024-cü il ərzində bir çox işlər görülmüşdür. Əsaslı təmir hesabına Cəldaxıdan qurğunun 3,3 kilometr hissəsi əsaslı təmir olunmuş istifadəyə verilmişdir. Cari təmir hesabına bənd bərkitmə işlərinə öz gücümüzlə 39.000 kubmetr, kvadrat üsulü isə 79.000 kubmetr həcmində işlər yerinə yetirilmişdir. Qeyd edək ki, Qarabağ Suvarma kanalında suyun uçotunun düzgün aparılması məqsədi ilə kanaldan çıxan 40 ədəd paylayıcı qurğunun çıxış hissəsinə müasir tələblərə cavab verən günəş panelləri ilə işləyən avtomatik su ölçü məntəqələri quraşdırılıb və hazırda aktivdir. Bu işlərin görülməsi su itkisinin qarşısının alınmasına xidmət edir.